Şalbanarası məsafə neçə saxlayaq ki, yerləşsin. Şalbanarası siz əgər 60, yəni nəzərdə tutulan standart ölçüdə olan məhsullar məhz 60-ın 1.20-yədir. Əlbəttə ki, siz şalbanarası 60 qoysanız, yəni söhbət mərtəbə arasından gedir. Əlbəttə ki, 60 çox geniş olacaq. Yəni döşəmə deformasiya verəcək. Ona görə də əksər yerlərdə, misal üçün elə hazırda bu evdə də, digər evlərdə də görürsünüzmü, məsafə azdır. 40-dan qoyurlar, 45-dən qoyurlar, 50-dən qoyurlar. Yəni daha çox deformasiya verməsinə görə, yerlənməsinə görə eləyirlər. Amma nəzərə alsaq ki, standart mansarlar yığılanda, gördüyünüz məsəl üçün bu mansarda əlbəttə ki, məsafələr 60-dır. 59 qoyurlar çox yerlərdə, dam ustaları bilir, bu barədə məlumatlıdır. Belə olan halda əlbəttə ki, standart ölçüdə olan daş yunları ora rahatlıqla keçə bilir. Amma qeyri-standart yerlər ki var, həmin hissələrdə məhsulun atxoda çox getməməsi üçün, kəsintilərin çox qalmaması üçün məhz yaxşı olar ki, rulon formasında olan məhsullardan istifadə olunsun. Bax, gördüyünüz kimi uzunasına, yəni 6 metr olan var, 8 metr olan var. Bax, elə bu formada açılır və 1.20 olan hissəsindən məhz ölçünü götürürsünüz, başlayırsınız kəsməyə. İstənilən ölçüdə. Misal üçün ola bilər ki, bilin o birisi başı belə deyək də 55-dir, bu birisi hissəsi isə 60-dır. Həmin hissəyə çəp götürülüb, kəsilir, istifadə olunur. Belə rulon kəsinti atxod çox çıxmır. Ən çox atxod çıxır məhz kvadrat olan məhsullarda, çünki onlar çox doğranır.